Salam aleyküm, xoş gördük, necəsiz? Bir neçə dostu qonaq çağıraq, görək ki, qonaqlarımızdan kimlər gəlmək istərlər, kimlər gəlmək istəməzlər. Sağ olun, teşekkür ederim. Yaşasın. Salam aleyküm. Xoş gördük, necəsiz? Çox sevinirəm ki, bir ayrı gündə xidmətizdəyəm. Umaram ki, yaxçısız, keyfiniz sazdır, damağınız çağdır. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 27-sinə başlayırıq. Birinci bölüm teori bölümüdür. Həmişəkinə day. Bu günləri bombardıman xəbəri, həssasiyyət xəbəri, bunlar tərkiblər farsı oldu danışıram. Xəbər bombardımanlığı, həssasiyyət, xəbər həssasiyyətliyi və xəbərə həssasiyyətsizlik haqqında danışacağam xidmətinizə. Bir zaman çox bu tarixi bir məsələdir, amma çox irtibatat, yəni communications və communications olur hər növ irtibatı ki, texnikidir. Xüsusən elektroniki, interneti, kompüteri irtibatlara, ilgilərə communications deyirlər. Communication o irtibatlara deyirlər ki, fikridir. Dil iləndir, yazı iləndir. Bunlara deyirlər communication. Communication dərslərində bir dənə tarixi misal vardı. Bu çox mühümdür. Bir zaman, əgər sizlərin də yadınıza gəlsə Azərbaycanda, bizlərin dinçilərin evində, mənim dədəm ki, çox dinç adamdılar. Mənim dədəm zır dinçidir. Dədəmin dədəsi də zır dinçidir. Yəni, mən 4 nəslimin adını bilirəm, 4 nəslim məndən qabaqçı nəslər çox dinçidilər. Zır dinçidir. Və bunlar imamlara əcib əlaqələri var idi, Peyğəmbərə əcib, çox əcib, yəni
necə bilirsiniz daha məsələn biz türklərin də imamlara və bəzi imamzadələrə, o cümlədən Həzrət Abbasa əcəb, çox əcibə inancılar var. Və bunların əksi də bəzən müqəddəsdir bizə. Yəni imam adına bir əks çap ola ya çəkilə, o bizə müqəddəs idi, dədələrimizə. Mən uşaq idim, məsələn 3-4 yaşım var idi. Evimizdə, babamın evində, dədəmin dədəsinin evində bir qab var idi, bu yekəlikdə. Bir qab idi, biraz belə də, yəni bir dənə diplom qədər. Hətta diplomdan çıqqılı, məsələn bir xarnamədən çıqqılı bir əks var idi. Bunu daldan, difardan asmışdılar. Üstünə də bir qərə parça çəkmişdilər. Mən uşaq idim, əlim çatmazdı orada onu vuran baxan. Bəli, daimən deyərdim. Özü də elə bir yerdən asmışdılar ki, məsələn, ora bir şey qoyub çıxmaq olmazdı uşaq fikri ilə də. Yəni, böyüklərin təbii əlləri çatardı, üstə görsünlər. Amma kiçik uşaq, məsələn, bir bağlamadan, zaddan götürüb qoya bilməz də ayağının altına, ayağı yetişsin, onu əhsin, çəksin görsünlər. Mən görmədim onun üstünü açalar. Yəni bir 4-5 yaşıma gəldim, mən görmədim bu əksin üzünü açalar. Sonra bir gün nəzr oldu, bunun üzünü açdılar. Gördüm ki, bir dənə yaşıl paltarlı bir adamdır, atın üstündə. Çox təəccüblə dedim ki, bu kimdir? Niyə bunun üstünə parça çəkmişsiniz? Babam dedi ki, mənim indi o zaman həttən bir şeylər düşünürmüşəm daha ki, bu sözü cavabı mənə deyibdi. Dedi ki, mundar olan adamlar gözü düşməsin bu əhsə. Napaç olan adamların gözü düşməsin bu əhsə. Mənzuru buydu ki, bu əks müqəddəsdir. Hər adamın haqqı yoxdur bunu görsün. Və o zaman ki, bir dənə ailədir da, evdir orada. İnsanlar napaçdılar, qusla ehtiyacları var filan. Onda da bunların o əks bunları görməsin. O qədər müqəddəs idi o əks, o nəqqaşı divarda ki, onu pərdə ilə aramışlar ki, əks bizi görməsin, biz də əksi görməyək. O zaman ki, tərtəmiz deyilik. Biz onu görəndə gərək qusl edək, təmiz olaq, namazımızı qılmış olaq, gedək o əksin pərdəsini çəkək üstündən, ziyarət eləyək, istəyimizi istəyək, üstün bağlayaq. Bu communication'ın əsasıdır. Diqqət buyurun, o misaldan gəlirik bura. Həzrəti İsa'nın neçə 100 il əksi yox idi. Neçə 100 il, bəlkə 1000 il. Və heç kəs bilmirdi Musa nə şəkildədir. Tükü nə rəhdi, gözü nə rəhdi, saqqalı nə rəhdi, boyu nə qədərdi, nə cür paltar giyinərdi. Çox müqəddəs idi insanlara. İnsanlar Həzrəti Musanın adını eşidəndə bədənlərində tükləri biz dururdu. Sonra nəqqaşlar gəldilər, Həzrəti Musadan bir neçə dənə əks çəkdilər. Bu əksləri ki, əvvəldə çəkiblər, bunların hamısı Musa şərqi bir insandır. Başının tükü qaradır, səqqəli qaradır, qəpqərə şəvə kimi. Moğollar dövrünə qədər belədir. Moğollar dövründə İsa'nın əksləri Moğola bənzir. Paltarları o qəbaşı qabaqdan çəkirdilər, onlardan deyil, əbrişəm oldu. İpəkdən buna rəhli, abı, qırmızı, yaşıl, sarı paltar geyindirdilər. Onda da insanlar Həzrəti Məsihin əksini görmək üçün o kilisalara gedirdilər. Onun qabağında diz çökürdülər, dua edirdilər, Allahdan bir şeylərini istirdilər.
Sonra bir neçə heykəltəraş gəldilər, İsa'dan heykəl düzəltdilər. Yəni o səlib ki deyil ha, xax ya xaç. O xaçın üstündə indi siz görürsünüz ki bir səlib əhsi var, bir bağışlayın səlib deyirəm, bir adam əhsi var, dara çəkilibdir, ya mıxa çəkilib, çarmıxa çəkilibdir. Əvvəllərdə bəlkə neçə yüz il bundan qabaqcan, 500-600 il bundan qabaqcan hər yerdə İsa Məsihin mücəssiməsi olmazdı. Bəzi kilisalarda, bəzi məmləkətlərdə olardı, insanlar ziyarət üçün buradan köçərdilər, gedərlər, dünyanın o başına aylar yol gedərdilər, o məsciddə İsa Məsihin bir mücəssəməsini ziyarət edirlər. Communication'ı görürsünüz da, həm communications, həm communication. Mənim babamın communication'ı və bunların communication'ləri və communications yol getməklər, gəlməklər, o parçalar filanlar. Əks. Ta gəldi, yetişdi çap dövrəsinə. Çap dövrəsindəki dəstgah çap düzəldi. Eləyə bildilər ki, İsa'nın əksin lazım qədər çap eləyələr. Təqribən hər kilisada bir dənə oldu. Hər evə də bir dənə getdi. İsa o müqəddəslikdən düşdü. İmamlar o müqəddəslikdən düşdülər. Niyə? Çünki əks çoxaldı. İnsanların bir zehniyyəti var idi İsa'dan. Özləri düzəldildilər, müqəddəs olurdu, filan olurdu. Onu gedirdilər, ziyarət edirdilər. Orada da görəndə düşünmürdülər o əksi. Zehnidəkilərini düşünürdülər, o əksə onu intisab edirdilər. Amma yavaş-yavaş o zaman ki çoxaldı, insanlara adi oldu. Hamı evə vurdu, yataq otağına vurdu, salonuna vurdu, yerə düşdü, ayaqladı, kitablarda, orada, burada, hər yerdə İsa'nın əksi. Yavaş-yavaş İsa oldu məmulat. Əksində çevirdilər, Avropalı elədilər, gözləri mavi, səqqəli sarı, başı sarı, boyu uca, paltarları da şik filan. Biraz qalıb ki, cin giydirələr. Bir dənə li şalvar giydirələr, ola modern bir İsa. Ondan sonra bu İsa'nın əksləri hər yerə çıxdı. Ayağın altına saldılar, ayaqladılar. İnsanlar həssas olmadı, həssaslıq getdi aradan. O hürməti ki, əksi o adama qoyurdular, sonra da onun əksinə bir az, sonra da onun mücəssəməsinə aylar yol gedirdilər, onu ziyarət edirdilər, qeydirdilər, gəlirdilər, bir hürmət var idi. Bir-iki nəslin içində gəldi ayaqlarının altına. Hətta o yerə yetişdi ki, Əstəğfirullah Rəbbi və ətubu ilə o əksi ki, İsa'ya müntəsəbdir, nəinki İsa'dır. O əksi lazım olanda tualetdə istifadə edilər. Oraya yetişdi ki, insanlar özlərinin İsa şəklində elədilər, xiyabanlarda hərəkət edilər. Oraya yetişdi ki, radyo, televizyonda İsa'nı məskər elədilər. Bu misal nə göstərir? Bu misal deyir ki, communications ya irtibatat ilgi dairəsində hər şey bir əndazədən çox təkrar olursa, los olar. Hürmətin yerin əldən verər, ayaq altına düşər. Bu bunu deyir. İndi bizlər jurnalistuq və özümüzü inqilabi jurnalist bilirik, camiəmizin inkişafı üçün özümüzü hazırlayırıq ki, camiəmizi inkişaf verməyə hərəkət eləyək. Bu əksi ki dedim Həzrəti İsa'nın əksin, bu əks cəryanı xəbərdə də yüz verir. O zaman ki xəbər az ola, insanlar gündə 5 dana, 10 dana xəbər oxuyarlar. Vaxtları var ki, bunların üstündə fikirləşələr. Vaxtları var ki, bunlara reaksiya ya əksül əməl görsədələr. Vaxtları var ki, bunlara etiraz eləyələr, ya himayət eləyələr. Amma o zaman ki, media çoxdur,
Məsələn, indi Amerikada, Avropada minlər media var. Və bu mediada minlər cürə müvafiq və müxalif insanlar var. Bir xəbərə görə. Bugün bir yerdə bir bomb partlanır, ya bir terror eyləmi olur, ya bir şey olur. Onun haqqında yüzlər, bəlkə minlər, bəlkə milyonlar cürə yazı çıxır. Hətta bəzən yalan yazılar, yalan xəbərlər tolid olur. İstehsal olur. Və o həssasiyyət xəbəri aradan gedir insanlar. Çünki insanlar hey görürlər ki, bir bu cür yazıb, bir ayrı cür yazıb, biri onun ziddini yazıb, biri bunun ziddini yazıb, adamlar əllaf qalırlar. Bilmirlər hangi tərəfdədir qıbla. Hangi xəbər düzdür. Yavaş-yavaş həssasiyyət xəbəri camiədən gedir. İran o nümunələrdəndir və Qərb o nümunələrdəndir. Qərbidə bir çox xəbərlər insanlar həssasiyyət göstərmirlər. Demişik, xəbər əhəmiyyəti bizə ya bizim yaşadığımız yerdən, yəni canımızdan, qanımızdan, vətənimizdəndir, ya da bizim fikrimizlə ilgili olsa bizə maraqlıdır. Bu iki danadan qeyri olsa bizə o qədər maraqlı olmaz. İlla ki, xəbər də normalda faciə olur. Çox az vaxtda şad xəbərlərə xəbər deyirlər. Faciənin dərinliyi və genişliyi o qədər ola ki, dünya insanlarına şey olur. Məsələn, Suriyədə gündə yüzlər bomb partladırlar. Yüzlər adam olurlar. Qərb insanı və şərq insanı daha o qədər eşidibdir ki, doğru düzü bilmir. Biz jurnalistlər də özümüz jurnalistlərə bağlıyıq. Yəni biz özümüz ki, getməmişik Suriyəyə, getməmişik Libiyə. Bilmirik ki, Libidə ya Əraqda arvadlara təcavüz edirlər ya yox, satırlar ya yox. Sadəcə bir dənə xəbər gəlibdir, bilmirik doğrudur ya yalandır, onu tüm mediada yayılır, biz də qəbul edirik. Bu qədər rahat. Himaqətlərin içində biz əhməqıq. Çoxumuz. Çünki müstəqil mənbələrdən xəbəri axtarıb taparıq biz. Biz iki dənə mənbəyə baxarıq, iki yerdə deyirlər, filan yerdə məsələn filan qətli am oldu, biz də deyirik oldu. Filan yerdə inkar elədilər, biz də inkar elərik. Çünki media bizi bombaran edir. Hər saniyədə yüzlər xəbər yağır bir mövzu haqqında. Məsələn, diqqət buyurun. Afrinə Türkiyə həmlə elədi. Ələn da bir ayrı yerə həmlə eləyibdi. 7-8 gündür davamı var və çox ciddi orada da savaş gedir. İndi o yerin də adı təəssüflə mənim zehnimdə deyil, sizin üçün deyəm. Amma teröristlər, Marksist komünistlər və Türkiyə ziddi insanlar, Türkiyə zidli, Türk zidli, din zidli, Marksist və Leninist və komünist insanlar daimən həmlə edirlər. Türkiyə bombaran elədi, öldürdü, filan elədi, bəhman elədi. Türkiyə o tərəfdən gətirir, şəhəri göstərir. Ağa, bu şəhəri Amerikalılar alıblar, bu şəhəri də filan alıbdır, bu şəhəri də biz almışıq. Bu şəhərdə təxribatın vəzinə baxın, o şəhərdə təxribatın vəzinə baxın. Bu şəhəri Rusiya alıbdır, onu Amerika alıbdır, ikisi də Middle East'dədir. İkisi də Orta Doğudadır, ikisi də Suriyədədir. Amma görün ki, Rəqqəni nə günə salıblar, biz Afrini nə gündə saxlamışıq. Amma tüm insanların zehni otomatik var, ideolojik təsmin tutur və tüm yüzlərcə bombardıman olur müxtəlif radyodan, Türkiyəni qətləama müttəhəm edirlər. Türkiyənin yaydığı filmləri, əksləri qəbul eləmirlər.
Ya da ki, əslən təfavutsuzdular. Mühüm deyil ki, Türkiyədən o xəbər gəlir ki, ora o qədər də yox. Elə bizim ideoloji şəkildə bu xüsusən Qərbin də ya məsələn terroristlərin də mediası, filanları, bəhmanları vardı. Bunlar da hər halda onları özlərinə yaxın bilirlər. İrancılıq bir fikri vardı. Daimən həmlə edirlər. Bunlar ideolojik həmlə edirlər. Xəbəri yox. İdeoloji tamami yerlərdə gözü yumar, bağlar, gözləri kör elər. Bilirsiniz, o dadgahlara diqqət eləsəz, dadgahlarda o mələk ki vardı, əlində tərəzini götürübdü, onun gözü bağlı olar. O görməz hesab. Onun gözü bağlı olar, amma tərəzisi əlində olar. Tərəzini əqli ilə seçər, gözü ilə yox. Əqli nədir? Qanundur. Qanunu qoyar qabağına deyər, belədir ya belə deyil. İndi İranla danışmırıq, dünyada ədalət beləsidir. Qanunla. İndi bir adam əsnad onun ziddinə də olsa o məhkum eləyəcəkdir. Hətta əgər günahsız olsa. İdeolojik bir insan da dəqiqən belə bir insandır. Gözləri kördür, əqli də kördür. Nə qədər eləsən bu adam qəbul eləməz. Bu adam bir də medianı ideoloji əsasında qəbul eləyibdir. O ideoloji əsasında media nə desə bunlar ona vəhy münzəldir, qəbul elərlər, çıxmazlar iş. Bir də insanlar da vardı, media o qədər müvafiq, müxalif xəbər tökülər ki, insanlar burada da yenə təslim olarlar. Nümunə üçün görürsünüz ki, bir çox xəbərlər üz verir, camə ona əks eləmə göstərmir. İranda hər gün onlar ölü adamın tapılması, özün öldürməsi, nə bilim, muhtadın filanın xəbəri çıxır, etiyadın, edamın xəbəri çıxır. İnsanların əslən tükü qımıldamır, tükü tərpəşmir, narahat olmurlar. Çünki o qədər xəbər gəlir ki bunlara, bunlar adət edirlər, həssasiyyətləri gedir. Ya da ki, ölümü onların haqları bilirlər. İdeolojikdir bu baxış. Muhtad gərək ölsün, qaçaqçı gərək ölsün, məsələn, nə bilim, təcziyə tələb gərək ölsün, zidd inqilab gərək ölsün, zidd vilayət fəqih gərək ölsün. İnsanların zehnində bir dənə algı yaranıbdır, bir dənə bir fikir yaranıbdır ki, hər kəs bu fikrinə ya bununla müxalifdir, ölməlidir. Hərə də bir şeylə müxalifdir. Calibdir ki, İranda biri din ilə müxalifdir, dinçiləri öldürəndə deyir ki, tamam, çox da sevinir hətta. Biri dinsizliklə müxalifdir, dinsizləri öldürəndə kef edir. Biri türk ilə müxalifdir, türkü öldürəndə kef edir. Biri ərəb ilə müxalifdir, ərəbi öldürəndə kef edir. O birilər kef edirlər. Biri türk ilə müxalifdir, türkü öldürəndə. Biri bəluç ilə müxalifdir, bəluşu öldürəndə. Biri zidd inqilabla müxalifdir, hər kəs zidd inqilab adlanır onunla. Biri ittilaatla müxalifdir, hər kəs bir ittilaat məmurunu öldürsə. Biri bir sərbazla müxalifdir, ordu ilə müxalifdir, hər kəs bir ordudan birini öldürsə. Hər kəs bir ittilaat məmurunu öldürsə, hər kəs bir polis məmurunu öldürsə. Hərə bir şey, yəni insanlar o qədər bunlar bombardıman olublar, ittilaati bombardıman olublar ki, həssasiyyətləri gedibdir. Heç bir şey onlara müqəddəs deyil İranda. Nə insanın canı müqəddəsdir. Çünki, məsələn, mən deyirəm, filanlar ölməlidirlər. O da deyir, filanlar. Yəni, hər kəsin zehnində bir neçə dəstə ölməlidir. Ölmək onların həqləridir. Nə olur? Vəsətdə hamımız bir iddənin ölümünü istəyirik.
O onun adını qoyur ziddi vilayət fəqih ölməlidir. Bu bunun adını qoyur ziddi inqilab öldürməlidir. Bu bunun adını qoyur ziddi din öldürməlidir. Bu onun adını qoyur molla öldürməlidir. Bu bunun adını qoyur Nohəxan öldürməlidir. Bu onun adını qoyur Bəsici öldürməlidir. Bu bunun adını qoyur Sipahi öldürməlidir. Yəni bu camiədə kim qaldı öldürməli olmasın? Qaçaqçı öldürməlidir, Moğtad öldürməlidir, Məriz öldürməlidir, Qoca öldürməlidir, Türk öldürməlidir, Ərəb öldürməlidir, Bəluç öldürməlidir. Kim qaldı? O qədər ittilaat tökülübdür ki, insanların o həssasiyyət dəriləri, qabıqları sınıbdır. Aradan gedibdir. Baxın, bizim dərilərimizin və əsəblərimiz ki, dərilərə yapışıqdır bizə. Hər yerdən bir acı gəlsə, ya bir xoş gəlsə, onu hiss elərik. Əgər bizə bir dava vuralar, bizim həssasiyyət sistemimizi, əsəblərimizi öldürələr, ətimizi kəssəz də biz ağrı bilmərik. Əmələ gedən insanların ətini kəsərlər bilməz. Sümüyünü də kəsərlər bilməz. Niyə? Çünki onların əsəblərini öldürüblər. Mütəəssifanə midyanın da belə bir işi var. Midya eləyə bilər insanlarda xəbərləri təkrar eləməklə acılığı az görsə də və məmuli eləyə. Məmuli eləyən sonra insanlar adi olarlar. İnsanlara ölüm adi olur. İranda niyə insanlar gedirlər sinema kimi edamlara baxırlar? Çünki ölüm onlara adi olur. Ləzzət, hətta ləzzət gətirici olubdur. Keyf verir, insanlar gedib orada filmə baxırlar. Çünki sinemada o canlı diri deyil. Sinemada o öldürmək diri deyil, canlı deyil. Burada canlı gedir, görür ki, tamam, ölürlər, adam nədir, ipi saldılar, nədir, çəkdilər, nədir, orada can verdi, onu görür. Və bunun əsəbləri, bu insanların əsəbləri, həssas əsəbləri ölüdür. Bunlara bir maddə vurulub bədənlərinə, fikirlərinə, ağıllarına, düşüncələrinə ki, bunların ağılları, düşüncələri, ehsasları fələc olubdur. Bihiss olubdur. Hiss eləmirlər. Bu midyanın mütəəssifanə bombardımanı nəticəsidir. Misal, bir dənə tarixi misal vurum. Müsəddiq dövründə ki, nəfti milli eləmək cərəyanı var idi. Və dövlət istirdi. Diqqət buyurun, bu da bir oyun idi. Dövlət istirdi. Millətin əlindən xüsusi şirkətlərin və yer sahiblərinin, pul sahiblərinin əlindən nəfti alsın, dövləti gücləndirsin. Dünənəcə nəft quyuları, torpaqları adamlarındır. Ərəblərin torpaqlarına nəft çıxırdı, hər kəsin torpağına nəft çıxırdı, nəft onundur. Dövlətə maliyyət verəcəkdi, vergi verəcəkdi, onu verəcəkdi. Tamam, bu tarih etdi, qalanı onundur. Karicərlərinin pulunu verəcək, satacaq, pulunu qazanacaq. Amma nəfti milli eləməklə millətin əlindən nəfti çıxartdılar, verdilər dövlətə. Dövlət oldu nəft sahibi. Adını qoydular milli. Dərhal ki, milli bu deyil. Milli budur ki, millətin əlində. Millət yeni tudə. Millət yeni mərdum. Mərdumun əlində olsun. İnsanların əlində olsun. Amma indi getdi dövlətin əlinə. Dövlət oldu nəft sahibi, pul sahibi, sərvət sahibi. Hər kəsi istər özünə istihdam elər, sərbaz kimi. Amma xüsus, əgər dövlətin əlində olmasaydı, dövlət sərbaz istihdam eləyə bilməzdi məni. Çünki pulu yox idi versin. Dövlət ən kiçik bir cüzü. İndi İran dövlətinin 4 milyon, 5 milyon xarməndi var. Amma əgər nəft əlində olmasaydı, mümkün ki 200 min nəfər, 300 min nəfər xarməndi olaydı. Sərbazı olaydı, kollən. Üst-üstə yıxsaydın 200 min nəfərlə keçinəydi dövlət. Çünki gəliri yox idi, gərək adamlardan alaydı, adamlardan da bir həddən ala bilər, izafə ala bilməz. Onun üçün gəldilər nəfti millidən çıxartdılar, dövlət elədilər. Diqqət buyurun. İranda mən dəfələrcə demişəm, kəlmələrin gərək üstündə deyişək, kəlmələri gərək deyişək, budur. Dünənəcə nəft millidir, yəni hər torpağın sahibinin idi, yəni insanların idi nəft.
dövləti millətin əlindən aldılar. Yəni millilikdən çıxartdılar, verdilər dövlətə. Oldu neft, oldu dövləti, milli yox. Niyə? Çünki Rıza Palanidən sonra qəsd buydu ki, dövlət güclənsin, millət yox. O zaman ki, gəldilər nəfti millətdən alalar, dövlətə verələr, Müsəddiq dövründə BBC radiosu işə başlamışdı. İndiki bu BBC televizyon radyosu var. Bu o zaman işə başlamışdı. Dehlidən, yəni Hindistandan yaylardı İrana. İranda da radyonun sayı azdı. Bunu da bilək. O dövrdə radyo, o dövrdən biraz qabaq xüsusilə, radyo tüfək kimi bir şeydir. Tüfənci necə alanda gərək edəsən, cavazalasan, necə karxana açırsan, gərək edib cavazalasan, necə ruznamə açırsan, gedib radyo, necə İranda indi radyo açmaq olmaz. Radionu almaq da olmaz da, hər adamın haqqı yoxdur, gedə deyə mən pul vermişəm, radyo olmuşam. Radyonu gedərdin, almamışdan qabaq gedərdin, deyərdin, mən filan radyonu alıram, polisdən icazə alardın, gedərdin, radyonu alardın, aparardın polisə, polis onun serialın, modelin, hər şeyin yazar da hangi istiqahları tuta bilər, bunun modu nədir filan, ondan sonra sizə icazə verərdi ki, filan bərnamələrə qulaq asasınız. O dövrdə BBC radyosu başladı, hər gün Müsəddiqin ziddinə, Müsəddiqin ətrafında olan adamları xərablamağa. Bir gün xəbər yazdı, benəqlə sənəd filan ya filan kəsin dediyinə əsasən filan vəzir Amerikaya bağlıdır, İngilistana bağlıdır, şirkəti nəftə bağlıdır, konsorsiyuma bağlıdır. Hər gün bir nəfərin adını çəkdilər, bağladılar filan şirkətə. Müsəddiq gəldi, səhər o adam getdi, Müsəddiq baba mən bağlı deyirəm, mən filanam, bəhmanam. Müsəddiq məcbur oldu, namə yazdı buradan, ora BBC yazın, deyin ki, bu adam bağlı deyil. Bir müddətdən sonra insanların hamısı dedilər, baba, Müsəddiqin özü də adamlarda bağlıdır. Ondan sonra Müsəddiq yıxıldı. Kodeta ondan sonra oldu. Əvvəl insanların zehnində gətdilər, Müsəddiqin adamlarını bağladılar. Sonra adamlar da Müsəddiqin adamları ki, bağlıdılar. Bir belə də olmaz ki, radyo yalan desin. Bu yekəlikdə radyo yalan deməz. Elə Müsəddiq özü də müşkülü var. İndi də Xümeyni o cürdür. Xümeyni özü əlbəttə fasiddir, adamları da fasiddir. Bunun üçün bu məmləkətdə fasidlər hökumətidir. Zehnilərdə sükut edilibdir İran. İran təciz olubdur. İran xəbəri təciz olubdur. Niyə? Çünki Azərbaycanlının zehnində əksəriyyəti deyək, ərəblərin zehnində əksəriyyəti deyək, bəluçların zehnində əksəriyyəti deyək, türkəmənlərin zehnində əksəriyyəti deyək, Lorların zehnində əksəriyyəti deyək, Bəxtiyarilərin zehnində əksəriyyəti deyək, Qəşqailərin zehnində əksəriyyəti deyək, Kürdlərin zehnində birazın deyək heç olmasa, İran gedib də oradan. Amma birdən orada tüfək vardı, insanları məcbur edir, baş əyərlər. Amma sabahları bu vəziyyət aradan getdi, yıxılacaqdı. Müsəddiq necə yıxıldı? Necə şah yıxıldı? Məhəmməd Rıza Şah da dəqiqən 57-də belə yıxıldı. İnsanlar təfavütlüklərin həssasiyyətini əldən verərlər, olur. Pəs xəbər bizdə həm həssasiyyət yaradar, həm xəbəri yalan yazmaq və onu təkrar eləmək həssasiyyət aradan aparar. İndi milli xəbərniqar və inqilabi xəbərniqar nə etməlidir? Hər xəbəri xəbər eləməməlidir. Hər kiçik bir şeyi xəbər eləməməlidir. İlla ki, bu kiçik bir şey, bu xəbər millətinin mənafei və hüququ yolundadır. İndi ki, mən sizinlə danışıram, 5 gündür Ərəbistanda, Əl-Əhvaz iqlimində, Ərəbistanda ərəblər çıxıblar İran radyo televizyonunun tohinlərinə qarşı xiyabanlarda etiraz edirlər, rahbimalıq edirlər. Ağalar və xanımlar. Çox şərəfli insanlar. Mən əgər hətta istərsiniz, məsələn, bunun videolarından da bir dana indi Facebook'a qoydum, göndərirəm, görərsiniz bunu.
Bir dəqiqə mən bunu göndərim, siz baxın. Bu videoya baxsaz, görəcəksiniz. Ərəblər çıxıblar Əl-Əhvaz şəhərində, Ərəbistanda etiraza. Bir həftədir. Cəlib budur ki, bir həftədir. Mən dünən gecə bilmişəm ərəblərə etiraz edirlər. Mən ki, jurnalistəm. Yəni 24 saat olmayıbdır ki, mən hududən deyək ki, 16 saat bundan qabaq bilmişəm ki, ərəblər etiraz ediblər. Etiraza qalxıblar. Bir həftədir. Və İran camiəsinin jurnalistləri, yazarları, roşənfikir, ziyalıları hələ buradan həssasiyyət göstərməyiblər. Hətta inqilabi ərəblərin öz mediası, bəluçlar, türkmənlər, qəşqailər, türklər və fars inqilabçıları ki, istəyirlər devrim eləyələr, inqilab eləyələr və hökumət yıxarlar, heç birisi həssasiyyət göstərməyiblər. Xəbəri yaymırlar, yazmırlar, danışmırlar haqqında. Himayət eləmirlər. Farslar niyə himayət eləmirlər? Deyirlər, bizim düşmənimiz də ərəblər. Biz əgər onlardan himayət eləsək, radio, televizyonumuzda, xəbərimizdə, Facebookumuzda, Telegramımızda, Instagramımızda bunu yaysaq, ərəblər günü-gündən cəsurlaşarlar. Çünki bilməyənlər də bilərlər, qoşularlar hərəkətə. Farsların stratejisi bəllidir. Sukut elə, fikir eləsinlər ki, bilmirsən, sən yayma cinən, yayılmasın, çoxalmasın, bizə zərəli var. Azərbaycanlıların stratejisi nədir? Bəluçların stratejisi nədir? Bizim stratejimiz nədir? Biz niyə xəbəri bilməmişik? Çünki həssas deyirik. Çünki mənafi millimizi bilmirik. Çünki bilmirik ki, İran bəzən bombaran xəbəri ilə bizi aparır qabağa, cərəyan yaradır. Bəzən də kolli qapıları bağlayır, qoymur xəbər gəlsin. Bir var ki, radio, televizyonu işləməyə, bir var ki, radio, televizyonu işləməyə, orada xəbər getməyə. Bir də var ki, əslən İranlı bir insanın ağlı yetişmir ki, bu xəbərdir, mən bunu xəbər edeyim. Burada insanlar haqlarını istəyirlər. Farslar əvvələn deyirlər ki, ağa, ərəblər İranlı deyirlər. Televizyon yaxşı eləyib, bunlar təhqir eləyibdir. Əslən, bunlar gələk buradan çıxarlar, bunlar ərəb deyirlər. Yaxçıları deyirlər, bunlar ərəb dillidirlər, ərəb deyirlər. Yəni, bunlar necə türklər Azəriymişlər, farsımışlar, sonra olublar türk. Ərəblər də əvvəl farsımışlar, sonra olublar türk, ərəb. Bəluçlar da belədir, kürtlər də belədir, lorlar da belədir, bəxtiyarlar da belədir. Yaxçıları belə fikirləşir. Onlar da ki, pisli deyirlər, ərəblər əslən ölməlidirlər. Bunlar adam deyirlər ki. Televizyonda bunları təhqir edirlər. Mən o təhqirin də əgər, bilmirəm niyə videosunu qoymuşam ya yox, televizyonda gətiribdir 4-5 ərəbi, yəni 4-5 dana fars dəlgəki ahmağı gətiribdir, ərəb paltarı geyibdir ki, bunlar ərəbdirlər. Ondan sonra siz miyu eləyin, pişi kimi mavıldayın. Bir dana fars oturubdur orada, barmağı ilə belə eləyir, o pişiklər də miyuldurlar, mavıldırlar. Xəbərniqari inqilabi, xəbərniqari ki, hüquq-i bəşərə fikirləşir, xəbərniqari ki, insaniyyətə fikirləşir, bu ona mühüm xəbərdir. Azərbaycanlıya niyə mühüm xəbərdir? Çünki Azərbaycanlı deyəcək, əgər ərəb qalxsa ayağa, haqqın bilsə, onun xəbərin yaymağıyla mənim də vətəndaşlarım biləcəklər ki, bunların da haqqı da etiraz eləyələr. İkinci, biləcəklər ki, əgər bu günləri ərəbə etiraz eləyiblər, tohin eləyiblər, qalxmasam, mən ayağa ərəbdən himayət eləməsəm,
Sabah da ərəb məndən himayət eləməyəcəkdir. Bir gün də bəlut heç birimizdən himayət eləməyəcək. O gün də türkəmən himayət eləməyəcəkdir. O birisi himayət eləməyəcəkdir. Biz hərəmiz öz yerimizdə qırılacaq. Amma əgər bu gün ərəblər qalxıblar bir tohinə, ihanətə etiraz edirlər, Azərbaycanda qalxsa etiraz eləsə, İran dövləti qalar. Görər ki, yavaş-yavaş bu bir ayrı bohrana çevrilir. Heç olmasa bir qanun geçər. Ağa bundan bu yüzden hər kəs mediada, kitapta, radyoda, televizyonda, ruznamədə, yazısında, danışığında Türk millətlərə tohin eləsə, tutulacaq məsələn 50 il zindan olacaq. Adam cəsarət eləməz gedə Təbrizdə məşrutə evinə, orada yapışa Səttarxanın qulağını, mücəssəməsinin, heykəlinin qulağından deyə ki, mən sizi belə yaman deyə. Və Azərbaycanlılar da bu əksi yayalar və 4 nəfər tapılmaya, 2 nəfər tapılmaya ki, gedə o adamın cəzasını qoya oğuzuna. Buna cəzasının ehtiyacı yoxdur televizyondan. Buradan mən deyəm cəzası nədir? Hamı bilir ki, Səttarxana tohinin cəzası nə ola bilər? Aşağısı nə ola bilər, yuxarısı nə ola bilər? Ortası nə ola bilər? O günəcən ki biz ərəblər, bəluçlar, türkəmənlər, lorlar, bəxtiyarilər əl-ələ verib və tohinlərin qabağında cəmən qiyam eləməyək, o günəcən farslar bu iş aparacaqlar olmaq. Həssasiyyət xəbəri bir camiənin inkişafı deməkdir. İnkişaflı bir camiədə və geri qalmış bir camiədə. Geri qalmış camiəni keçən dərsdə dedim, baxın bir geri qalmış camiədə xəbər Əl-Əhvazda keçər, Tehran bilməz, məsələn deyək ki, Azərbaycan bilməz, lorlar bilməzlər, bəxtiyarilər bilməzlər. Bu buradan gedər, dünyanın o başından fırlanar, gələr dubara bizə. Onu da Fars BBC dahi deməz, onu Sədai Amerika deməz, onu Radyo Fərda deməz. Biz burada baxmalıyıq, görməliyik ki, harda bizi bombardıman edirlər, nə tür bombardıman edirlər? Elə bizi bombardıman edirlər ki, bizim həssasiyyətimiz yoxdur, ərəblərə tohin olubdur, əslin işimiz yoxdur. Bizə də tohin olanda ərəblərin işi yoxdur. Bəluça tohin oluyanda heç nə ərəbin işi var, nə türkün. Qəşqaiyə tohin eləyəndə heç birimizin, Kürdə tohin eləyəndə heç kəsin, edamlar da buradan çıxır, oradan da çıxır, buradan çıxır. Media Əl-Əhvazda belə adam yaşır, oradan 50 dana video çıxmıydı. Azərbaycanda belə tohin olubdu, bir dana hərəkət çıxmır. Bu bunu göstərir ki, biz inkişaf tapmamış məmləkətik və bizi geri saxlandırıblar. Çünki biz xəbərlərimizin qabağında həssasiyyətimiz yoxdur. Biz bilmirik ki, əgər biz bu günləri ərəblərin xəbərlərini gündəmə gətirsək, radiomuzda, televizyonumuzda, veb-saytımızda, Facebookumuzda, bu hərəkət bahis olacaq ki, Azərbaycanlılar da dəqiqən həman işi, bəluçlar da həman işi, lorlar da həman işi, giləkilər də həman işi görəcəklər. Giləkilər əslən etiraz eləmirlər. Bizə bir belə coş deyirlər, əslən etiraz eləmirlər. Çünki onlara adi olubdur. Həssasiyyətləri onlara bir dava vurublar, elə bir ki, kəsillər ətlərini bilmirlər. Ərəblər bu günləri həssasiyyətdən ayılıblar, durublar ayağa 7 gündür ya 5 gündür. Xiyabanlar da etiraz edirlər və bu günləri mən insaf hidayət edirəm. 5 gündən sonra. Pəs jurnalizmin biri budur ki, inkişaf jurnalizminin biri budur ki, xəbərə həssas olmalıdır. Hangi xəbər mənim millətimin mənafiyi üçündür? Hangi xəbər mənim düşmənimin zərəri üçündür? O xəbəri ki, mənim millətimə
rəvani, mali, cismi, hər cəhətdən iqtisadi güc verər, agah elər, o xəbər mənim milli xəbərim olmalıdır. O xəbəri ki, mənim millətimi yuxuladar. Bəzən görürəm ki, dünənlər o hadisə olubdu, Azərbaycanda Səttarxana tohin olubdu, ərəblərə bir dana cəşnivarədə tohin eləyiblər, dilənçi şəklində bir dana adamdan dilənibdir məsələn, o tərəfdən televizyonda gətiriblər 5 dana ərəbi, 4 dana ərəbi pişik səs çıxasınlar. Biz həssas deyilik. O halda ki, bu bizim milli mənafeyimizdir. Biz düşmənimizi nə zaman təkləyəcəyik, tək salacağıq? O zaman ki, ərəblərin bu gün yanında olaq. O zaman ki, bəluçlar da bizim yanımızda olsunlar. O zaman ki, türkmənlər də gəlsinlər. O zaman ki, bu hərəkətlər cəmiyyət olsa, bir-birinə yapışsa, farslar da təslim olacaqlar. Bu bizim milli mənafeyimiz. Biz milli mənafeyimiz budur ki, düşmənimiz var, bu düşməni tanıtdıraq, hər nə ki, bunu zəiflədə bilər bizim mənafeyimizdir. Hər nə ki, düşmənimizi qəvilədə bilər, o bizim zərərimizdir. Bizim əgər bayramda turistlərimiz Ərəbistandan, Əl-Əhvazdan, Bəluçistandan, nə bilim, Qəşqaistandan, Türkmenistandan, Azərbaycandan dururlar, gedirlər Farsistanda bir tümən xəşlilər, bir tümən, yəni 10 qran ki, bir şey deyil. Amma milyonlar da bilirsiniz, tüməndən düzəlir, qrandan düzəlir. O bir dana, o bir tümən, o bir qran güllə olacaq, qeydəcək da Azərbaycanlını öldürəcək, Ərəbi öldürəcək, Bəluci öldürəcək, Türkməni öldürəcək, Qəşqayını öldürəcək, Ciləkini öldürəcək, Mazənini öldürəcək. Pəs biz milli mənafeyimiz budur ki, bizim turistimiz Farsistana getməsin. Milli mənafeyimiz budur ki, Farsistanın turisti gəlsin bizim məntəqəyə. Milli mənfəətimiz budur ki, əgər Kürdlərə, əgər Ərəblərə, əgər Bəluçlara, əgər Türkmənlərə, əgər Qəşqaylərə, əgər Ciləkilərə, əgər Mazənilərə tohin olur, coç deyilir, bunu biz gündəmə gətirək. Cilanilər hərəkətə qalxsınlar, Mazənilər hərəkətə qalxsınlar, Bəxtiyarilər, Lorlar, Ciləki, hər kəs ayağa qalxsın. Düşmənimiz təkləşsin, bizlər birləşək. Bu bizim milli mənfəətimizdir. Bundan dərin milli mənfəətimiz yoxdur. Dünənəcən farslar çalışırlar, deyərlər ki, Lorlar və Bəxtiyarilər və Qəşqayilər və Türkmənlər, nə bilim, ora, bura bizim yanımızda durublar. Bu günləri görürük, durmayıblar. Sadəcə biz bunların xəbərlərini xəbər eləyib, milli mənafeyimiz üstündə millətimizi hərəkətə gətirəmirik. Millətlərimizi hərəkətə gətirəmirik. Bir bizim milli mənafeyimiz var, bir də milli zərərlərimiz var. Diqqət buyurun, milli mənafeyin yanında milli zərərlər var. Bir də bizim düşmənimizin milli mənafeyi var və milli zərərləri var. Milli mənafeyi budur ki, ərəblər əgər etiraz edirlər, Azərbaycan yatsın. Farsların milli mənafeyi təmin olur. Milli zərərləri budur ki, Azərbaycan da qalxa ərəblərdən himayət edir. Hətta Azərbaycan niyə gərək ciləkilərin, coşlar iki rəşlərin ziddinə deyir, onları gündəmə gətirib, onları təhrik eləməyək. Biz başarmırıq əslində dostumuzu dost eləməyə. Əməldə ciləklər bizim dostumuzdur, rəşlilər bizim dostumuzdur. Çünki təhqir olurlar, tohin olur onlara. Əgər biz onları da qozaya bilsək, Türkmənləri də qozaya bilsək, Ərəbləri də qozaya bilsək, Bəluçları da qozaya bilsək, Lorları da qozaya bilsək, Kürdləri də qozaya bilsək, əmələn Fars şovinizmin biz yıxar. Yıxılar. Təhq qılar. Pəs bizim milli xəbərdə milli mənafeyimiz və milli zərərlərimiz iki cürədir. Bir bizim milli mənafey və milli zərərlərimiz var və bir də düşmənimizin milli mənafey və milli zərərləri var. Biz onun milli mənafeyinə zərər vuracağıq, milli zərərlərini çoxaldacağıq.
Biz xəbərnigarıq. Amma biz muhafizəkar və İrancı və panfarsist, panşovinist xəbərnigar deyilik. Biz millətimizə, əgər ərəbuq, ərəb xəbərnigarıyıq, əgər bəlutuq, bəlut xəbərnigarıyıq, əgər ciləçiyıq, ciləçi xəbərnigarıyıq, əgər loruq, loruq xəbərnigarıyıq, əgər qəşqayıq, qəşqayı xəbərnigarıyıq, əgər yazarıyıq, fikirdaşıyıq, roşənfikiriyıq, ziyalıyıq, hər nə deyirsiniz deyin. Və əgər türküq, türk xəbərnigar ziyalısı, roşənfikiri, yazarıyıq. Biz bu millətin xəbər düşəcəyik və bunun mənafi dalıcan gedəcəyik. Mənafiyin dalısıcan, əgər şeytan bununla müxalifdir, mənim düşmənimlə düşməndir, o şeytanla biz bir də hərəkət eləyəcəyik. Bizim həqqimiz yoxdur, yox, çünki bunun adı şeytandır, amma bu gün mənim düşmənimin düşmənidir, mən düşmənimin düşməni ilə çünki adı şeytandır, dost olmarım. Bir xəbərnigar ki, belə düşünür, mütəəssifanə, bizim xəbərnigarımızın %99'u belə düşünür. %99'u. Çünki dedim 5 gündə Əl-Əhvazda gedir, bizim həssasiyyətimiz yoxdur. Bəluçistanda gündə adam edam olur, bizim həssasiyyətimiz yoxdur. Gündə lorlara, ciləkilərə coş deyilir, tohin edir, bizim xəbərimiz yoxdur. Deyemirik bunları, xəbər eləmirik. Gərək Səttarxana tohini olmağının qabağını almaq üçün gərək əvvəl biz, əgər bir dana ciləkiyə, əgər bir dana lora, əgər bir dana bəxtiyariyə, bir dana kürdə tohin olur, onu xəbər eləyək. Ta onlar da həssas olsunlar. Onların da antenləri qalxsın, tutsun. Mənə də tohin eləyəndə onlar qalxsınlar. Bugünkü bəhsimiz bu birinci bölümdə bombardıman xəbəri ya xəbər bombardımanı və burada nə cür həssasiyyət icad elərlər, nə cür həssasiyyət icad eləməzlər. Sansur xəbəri və xəbərin qapılarını bağlamaq. Qabaqdan demişik, dərvazə, xəbər dərvazələri və qapıları. Necə onları bağlarlar, əslən xəbər gəlməz. 5 gündür xəbərlər bağlanıb da, əslən biz bilmirik ki, Əl-Əhvazda millət 5 gündə etiraz edilmişlər ki, ağa, bizə niyə yaman demişsiniz, bizi niyə təhqir eləmişsiniz, bizi niyə tohin eləmişsiniz. Biz hər xəbərə bir inqilabi kimi baxacaq, görəcək ki, bizim millətimizin, bizim müttəhidlərimizin və bizim düşmənimizin arasında xeyrinədir, zərərinədir. Bizim düşmənimizin zərərinə olan xəbərləri istifadə edək. Bizim zərərimizə olan xəbərləri istifadə eləməyəcəyik, yaymayacaq. Bizim millətimizin mənafiini təmin eləyən, mənafi də təkcə dedim, turist deyil, təkcə pul deyil. Mənafi çox ittihaddır. Əgər biz ərəblərlə, əgər biz bəluçlarla müttəhid olsaq, türkmənlərlə, qəşqaylarla qırılıblar bir-birlərindən bunlar. Bir-birlərindən şah dövründən qırıblar bunları. Keçən 100 ildə bunları qırıblar. Biz bunları bir-birinə yapışdırmaq bizim mənafi millimizdir. Bir qıssa ara verək, bir qıssa aradan sonra ikinci bölümünə xidmətinizdə olacağam. Sağ olun, sağ qalın.